1765-də ləğv olundu. Bəs yaxşı, de görüm onda xanlıqlar dövründə deyirəm ki, tacirlərdən gömrük vergisi alınırdı. Bu gömrük vergisi nə adlanırdı? De görüm Sevgi. Sevgi, nə adlanar görən tacirlərdən alınan gömrük vergisi? De Nuray. Dəqiq bilmirəm, amma rəhdar idi. Bəli, rəhdari idi, doğrudur. Rəhdari, doğrudur. Bəs onda ay Cəmilə, rəhdar vergisi nə zaman ləğv olunubdu? 36-da idi müəllimə, Hansı 1836. 36? 1800. Bəli, 1836-cı ildə, doğrudur. Davam elədik yenə Sevgi ilə. Sevgi, de görüm, deməli 18-ci əsrin ikinci yarısında geniş yayılmış torpaq mülkiyyət forması hansı idi? Müəllim, nə deyirlərsiniz? 18-ci əsrin ikinci yarısında, yəni xanlıqlar dövründən danışırıqsa, geniş yayılmış torpaq mülkiyyət hansı idi? Torpaq mülkiyyət formalarından mülk. Bax, belə düşün, bu dövrdə hərbi xidmətə görə verilən torpaq mülkiyyəti hansı idi ki, bu geniş yayılmışdı? Səfəvilərdə də bu torpaq mülkiyyəti geniş yayılmışdı. Hərbi xidmət, tiyul. Tiyul, bəli, deməli xanlıqlar dövründə geniş yayılmış torpaq mülkiyyəti tiyul idi. Bəs desəm ki, bu dövrdə xanlıqlar dövründə kəndli təbəqəsi vardı. Kəndli təbəqəsi neçə yerə bölünürdü? Kəndli təbəqələr deyəcəm. Rəiyyət rəncbər. Ay yaşa. Desəm ki, torpağı əmək aləti olmayan kəndli nə adlanırdı? Rəncbərlər. Aha, yaxşı. Onda desəm ki, bu dövrdə xüsusi dəstələr var idi xanlıqlar dövründəki, asayişin qoruyucusu idilər. Qoşunun əsasını təşkil edirdilər. Söhbət kimlərdən gedir? Maaflar müəllim. Maaflar, doğrudur. Yaxşı, bəs desəm ki, onda elə bu dövrdə şəhərdə polis vəzifəsini icra edən kim idi? Darğa. Qanunverici məhkəmə və icra hakimiyyətinə sahib olan qeyri-məhdud səlahiyyətə malik olan şəxs nə adlanırdı? Darğa. Görəsən nə adlanar? Xanlıqlar dövründən danışırıqsa, qanunverici məhkəmə icra hakimiyyətini əlində saxlayan qeyri-məhdud hakimiyyətə malik şəxs kim olar görəsən? Qeyri-məhdudunda xan deyirsiniz? Bəli, xan deyirəm. Xanı deyirəm təbii ki. Yaxşı. Darğaya gedib. De görüm onda, ay Sevgi. Neçənci ildə deməli Valerian Zubovun başçılığı ilə Rus qoşunları Azərbaycana yürüş elədi? 1796-cı ildə. Hansı ərazilərimizi tuturdu? Sırayla gəldi. Dərbənd, Quba, Bakı, Gəncə. Ay yaşa, doğrudur. Bəs nə oldu ki, Zubov burada qalmadı, çıxıb getməli oldu? Çünki müəllim, o zaman Rusiyada 2-ci Yekaterina dövrüdür. Yekaterina ölürdü ya, Zubov burada möhkəmələnə bilmir, ona görə çıxıb gedir. Aha, onda desəm ki, elə Rusiyada kimin dövründə quberniya islahatı keçirilmişdi? Quberniya islahatı bu şeyin dövründə, elə Yekaterina dövründə idi. Zərəcanlarla bağlı nəsələnmişdi. Fərman vermişdi, doğrudur. Yaxşı, desəm ki, onda deməli Azərbaycan bildi ki, şimalında birləşdirmə siyasəti yerdən xanlıqlar hansılar olmuşdu? Deməli, şimaldan deyiriksə, Qarabağ idi, Şəki idi, bir də Quba idi. Bəs cənubda hansı xanlıq yer etmişdi? Cənubdan da Urmiya xanlığını deyirik. Bəs bu birləşdirmə siyasəti nəticə verdimi? Birləşdirə bildilərmi xanlıqları? Elə bilməm, tam da bütöv hamısını birləşdirmədilər də. Məsələn, Quba xanlığı şimal-şərqini birləşdirdi. Deməli, hər xanlıq öz ətrafında birləşdirmək istəyirdi deyə, daxili çəkişmələr var idi deyə, vahid halda birləşdirə bilmədilər. Bəs desəm ki, onda bundan fərqli olaraq cənubda birləşdirmə siyasətini kim həyata keçirdi və cənubu özünə birləşdirmişdi? Yəni İran ərazisini. Urmiya xanlığı idi. Cənub xanlıqlarından danışmıram. Bax, Azərbaycan xanlıqlarından danışmıram. Cənubda, məsəl üçün Mazandaran, Astrabad, Gilan, Tehran, Qum, Kaşan bu əraziləri öz ətrafında birləşdirən, hətta İsfahan və Xorasanı birləşdirən kim olmuşdu? Qacar, Ağaməhəmməd xan Qacar. Bəli, xan Qacar doğrudur. Xan Qacar şah titulunu nə zaman götürdü və nə zaman şah oldu? Elə bir müəllim, 1796-cı ilin 21 martında özünü şah elan elədi.
Hı -hı. 93-cü şah titulunu götürürdü. 86'da da şah titulunu götürürdü. 86'da titulu götürür, amma deyir imperiyanın bərpa olmasına qədər saxlayıram. 96'da da şah elan olunmuşdu. Yaxşı, onda gəlsək bir də desəm ki, kimlə davam eləsəm? Deməli, bu qeyd sənlə davam edirəm. De görüm, Carbalakan cəmaatının ali orqanı nə adlanırdı? Hansı dərs soruşursunuz? Cəmaatlıqlar, sultanlıqlar. Hansını oxuyubsan, sən de görünə? Xanlıqlar. Yaxşı. De görüm onda. Azərbaycan Nadirdən bu yana oxuyubsan mı? Demişdim, Nadirdən bu yana oxu. 60-dan elə. Hə. Oxuyubsan mı? Bəli. Aha, de görüm onda rəşm müqaviləsi neçənci ildə imzalanıbdı? 32. Kirmanşah müqaviləsi. O da 32. Bəs neçənci ildə Bağdad sülhü imzalandı? Bağdad kimdən kim idi? 33. 33. Kimdən kim idi? Mən səndən soruşuram. Biri Osmanlıdır. Aha, biri də görən kim olar? Hansı dövlətdən danışırıq? Olmayacağına görə Səfəv. Səfəvi. Aha, bəs onda de görüm, Nadir xan neçənci ildə Osmanlıları Azərbaycan torpaqlarından çıxardı? Osmanlıları. Aha, Bir dəfə nətər? Azərbaycan torpaqlarından Nadir Osmanlıları çıxardı. Bəli, bu nə zaman idi? Birinci Rusları çıxardır 21 martda. Sonra da Osmanlıları çıxardır. Eyni ildə olub ikisi də. Biri müqavilə ilə, biri döyüşlə. Neçə? 35. 35. Aa, yaşa, 1735-də hansı müqavilə ilə Rusları çıxardı? Gəncə. Gəncə. Bəs onda 1735 hansı döyüşlə Osmanlıları çıxardı? İçki saydı yəni. Aha, doğrudur. Deməli, Səfəvilərin əvvəlki sərhədlərini bərpa elədi. 3 ildə Osmanlıları çıxardı. Yaxşı, desəm ki, onda elə neçənci ildə Nadir xan, Nadir Şah daha doğrusu, Mərkəzi Asiya və Hindistana yürüş elədi? 37-də. 37-də. Neçənci? 1-ci Sammirzə, 2-ci Sammirzə üsyanları oldu? 43 idi. 43. Bəs 3-cü Sammirzə? 47. 47. 3-cü Sammirzənin digərlərindən fərqi? Azərbaycan cənubunda olması. Bəli, cənubunda olmuşdu. Təbrizdə də hakimiyyəti ələ almışdı. Bəs onda desəm ki, neçənci ildə Hacı Çələbin başçılığı ilə üsyan baş verdi? 1709. 1743-cü ildə Hacı Çələbin başçılığı ilə Şəkidə üsyan baş verdi. Neçənci ildə ilk müstəqil xanlığımız hansı xanlıq olubdu? Şəki. Bəs yenidən müstəqillik qazanmış xanlıq Şəki nə zaman yenidən müstəqillik qazandı? 89-da öləndən sonra. 1747-də. Sən Qubalı Fətəli xandan səhv salma. Hələ Şəkidən danışırıq. Aha, yaxşı. Qubalı Fətəli xan demişkən onda. Qubalı Fətəli xan birləşdirmə siyasətinə hansı ərazi ilə başlayıbdı? Dərbənd. Dərbəndi neçənci ildə birləşdirdi? 89. 89-da ölübdürsə nətər birləşdirə bilər? Ay yox. Bir dəqiqə, 67-də Bakı idi. Aha. Ne görüm xatirə? 67-də 59'da. Aa, yaşa. Demək neçənci ildə başladı? 19. 59. Bəs 57-də də bir ərazi birləşdirilmişdi. O haraydı və o kimə aid idi? Salyanı. Salyanı birləşdirən kim olmuşdu? Birinci üç. Atası. Kim idi bu atası? Hüseynəli. Hüseynəli xan. Ayşə. Demək Salyan nə vaxt birləşdirildi? 57-də. 57-ci ildə. Dərbənd nə zaman birləşdirildi? 59. Bakı nə zaman birləşdirildi? 67. Bakının digərlərindən fərqi? Diplomat nətər deyim? Başqa cür istifadə edir. Hansı diplomatiya? Nə deyirdilər ona? Nə deyirdilər? Görəsən bu ABŞ-də vətəndaş müharibəsi dövründə deməli konfederasiya yaratmışlar. O konfederasiya nə adlanırdı? Cənub ştatları bir konfederasiyada birləşmişdi. O nə adlanırdı? Emin de görüm. Nikah diplomatiyası. Nikah diplomatiyası. Konfederasiyanın adını kim deyər?
Eşq idi. Aşk idi, bəli, aşk idi. AŞK, yəni Amerika Ştatlarının Konfederasiyası. Bəli. Burada da nikah diplomatiyası var idi Bakının birləşdirilməsində. Bayat savaşı nə vaxt olubdu? 43. Bayat savaşı. Xanlıqlar 48. bir yaransın da, bir dənə şəkillə bütün xanlıqlar deyənlər yaxı, bəli 48. Elə Bayat savaşında hansı xanlıq qalib gəlmişdi? Elə bil ki, Şamaxı ilə Şəki birazını Qarabağa eləyir, amma Qarabağın ərazislərini ələ keçirir. O qaydanda da Pənahəliyə söz deyir. Ay yaşa, deməli onda Pənahəli burada qalib gəlib, məğlub olur. Qalib gəlirdi. Pənahəli qalib gəlir. Çünki bəzi ərazilər ələ keçirə bilsələr də Pənahəliyə məğlub olurlar. Ümumiyyətlə Qarabağa yürüş edənlərdən əksəriyyəti məğlub olublar. Bir hansı xanlığı görürük ki, Qarabağa yürüş elədi 59-da və tutdu? Qubanı. Yox, Quba Qarabağı tutanmayıbdı. Qubadır. Hansı Zeynəb? Urmiyal Fətəli. Urmiyalı Fətəli xan, bəli. Bir də əlavəni kim eləmək istəyər ki, bir də Qarabağı tutan kim oldu? De görün Bahar. Ağa Məhəmməd Şah Qacar Ağa 1797. Məhəmməd Şah Qacar neçənci ildə? 1797-də xanda da olmuşdu 95-də, amma tutanmırdı. Ay yaşa, doğrudur. Bəli, onda gəlsək, desəm ki, elə ay Bahar, səndən davam eləsəm. De görüm, neçənci ildə Rusiya Azərbaycan işğalına başladı? 1801-ci ildən. 1801-ci ildən. Və neçənci ildə manifest 1801-də faktiki işğal baş verdi? 1804-dən Gəncənin işğalı ilə. Aha, desəm ki, Çiçi xalçaları hara aiddir? O Şəkiyə, Qubaya. Çiçi xalçaları hara aiddir? Qubaya. Qubaya aiddir. Bəs desəm ki, onda şəbəkə sənəti harda inkişaf eləmişdi? Şəbəkə sənəti harda? Şəkidə olardı mən. Ay yaşa, o dedim ki, yapışqan və mismardan istifadə olunmamışdı burada. Şəki Xan sarayından söhbət gedir. Yaxşı, de görüm onda elə bu dövrdə hansı şəhər idi ki, bu köhnə və yeni olmaqla iki yerə bölünmüşdü? Bu Şamaxı idi, hətta burada iki hakimiyyətlik də olmuşdu. Aha. 762. Sandıqçı, çanaqçı, sabunçu, xarrat, şalbar məhəllələri olan şəhər. Bu Qarabağ idi. Bax, adlarını belə yadında saxla. Şalbar şı, sabunçu sı, şı sı, sandıqçı yenə sı və sığlar, şığlar çox olan Şəki xanlığındadır. Şəki xanlığı. Amma Təbrizli, Əylisli desəm, söhbət burada Şuşadan gedir. Yox, Bəli. əgər Qırxbulaq yaylası, Təpəbaşı, Dəmirbulaq bunların adını çəksəm, burada İrəvandan söhbət gedir. İndi bir də soruşuram, deməli, Qala, Şəhri, Təpəbaşı, Dəmirbulaq, Qırxbulaq yaylasından içməli su çəkilmiş. Söhbət hansı xanlıqdan gedir? İrəvanda. İrəvandan. Desəm ki, şalbar, sabunçu, xarrat, zərgər, sandıqçı. Hə, burada şeydən nə idi? Şəkidən. Şəkidən, əla. Desəm ki, Təbrizli, Əylisli, Qazançalı, Culfalar, Qurtlar, Köçərli. Hardan? Şuşa. Elə bu dövrdə yeni yaranmış şəhərlər hansılar idi? Hələ Pənahabad olan o Şuşa, sonra bunlar. Bir də Yeni Şamaxı, Ağsu şəhəri ki var ha. Yeni Şamaxı, o da 18-ci əsrdə yeni yaranmış şəhərdir. Bir də uşaqlar, sizin kitabda qeyd edilən olunmayıb, amma onu qeyd eləyin, dərslikdə var. Bir də Quba şəhəri yeni salınıbdı, Quba şəhəri. Bəs desəm ki, bu dövrdə tiyul torpaq sahibliyi nəyin müqabilində verilirdi? Bu hərbi xidmət müqabilində verilirdi. Hərbi xidmət müqabilində verilirdi, şərti idi. Amma zaman keçdikcə nə daşımağa başladı? Bunlar dövrdən artıq irsi səciyyə daşınmağa başlanıldı. Aha, doğrudur. Bir də desəm ki, elə bu dövrdə xan dəftərxanasının inzibati idarə etmənin xərclərini ödəmək üçün toplanan vergi nə idi? Xan dəftərxanasını ödəmək üçün olan hansı idi? Ha, Mirzəyanə idi. Mirzəyanə və Kələntərli idi. Mirzəyanə və Kələntərli. Doğrudur. Yaxşı. Bir də gəlsək onda nədən? Desəm ki, bu dövrdə mahalları idarə eləyib, irsi olsa da vəzifəsi, xan tərəfindən təsdiq olunan vəzifə hansı idi?
Naib keçən dəfə bilməmişdim. Ay yaşa. Naib Səfəvilər dövründə neçənci əsrə aid ifadədir? 16-cı əsrə Aha, və 17-də nə ilə əvəz olunmuşdu? Qolbəyi ilə. Ay yaşa. Deməli, xanlıqlar dövründə yenə təsərrüfatı idarə edən naibdir. Bir də gəlsək onda. Burdan desəm ki, xanlıqlar dövründə. Gəlsəm, hə, Baskal, Müci, Lahıc kəndi olan, ondan sonra ipək parça, kəlağayı toxuyan, eyni zamanda burada məsələn kəlağayı daha çox geniş yayılan ərazimiz hansı olubdu? Kəlağayı geniş yayılan ərazi. Keçən dəfə testdə var idi, ona görə toxunulan bu hissələrə. Bilmirəm, xoşlamısınız bu hissələri? Hansı idi mən? Lənkərandımı nədir? Lahıcla tapa bilərsiniz uşaqlar. Lahıcı yəqin ki getmiş olarsınız, bilmirəm, ya da eşitmiş olarsınız. Lalə haraydı? Mənim ora Şamaxıda, amma Lahıc İsmayıllıda da var. Lahıc İsmayıllıda da var. Ay, sağ ol, doğrudur. Burada nəyə görə Lahıcı toxundum? Lahıc İsmayıllı o da hardasa biraz o Şamaxı istiqamətinə yaxındır da, deyirəm, bəlkə elə yadınızda qalar. Şamaxıdan söhbət gedir, doğrudur. Yaxşı, bir də desəm ki, kəndlinin ağa təsərrüfatına haqqı ödənilməyən gördüyü işlər nə adlanırdı? Biyar və Əvrəz. Ya, doğrudur. 2 gün olanda əvrəz idi. Bir də gəlsək ondan nəyə? Desəm ki, bu dövrdə var idi. Deməli, Titi xalçaları hara aid oldu dedin? Titi xalçaları nə idi? Şəkiyə. Qubaya. Titi hara aid oldu? Qubaya yeni çaşıram bunu. Aha. Bu da bağçada güllər idi, saxsıda güllər idi. Bunlar hamısı yeni xalça kompozisiyası hesab olunurdu. Yeni xalça kompozisiyaları. Bəs desəm ki, bir də ay Bahar, elə ümumiyyətlə 18-ci əsrin memarlıq abidələri hansılardır? Sayın mən bir çıxsı, siz sual verirsiniz. Sən say hamısı. Sayın bir. Hə. İrəvanda Göy məscid, güzgü salonu. Aha. Sonra Bakıda nə idi? İçəri şəhər qala divarları. Naxçıvanda Xan sarayı, Şəkidə Xan sarayı, Qarabağda Pənahəli, Əsgəran, Pənahabad, Bayat qalası bunlar. Deməli, Sonra Qarabağda Bayat, Deməli, bunlar da- Şaxlaq, Əsgəran, Şuşa qalaları idi. Pənahəli xanın məscidi və kitabxanası sırf Şuşada yerləşmişdi, doğrudur. Şəkidə də bir karvansaray olubdu, bir də Xan sarayı. Şəki Xan sarayının memarı kim idi? Hə, necə mən? Şəki Xan sarayının memarı kim idi? Memarı Usta Abbasqulu idi desən. Ay, sağ ol, Usta Abbasqulu, doğrudur. Bəs onda desəm ki, elə Gəncə qala qapılarının memarı kimdir? 2019-da da o UNESCO-ya daxil olmuşdu, 19. Ay, yaşa, 2019-da da Şəki Xan sarayı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olubdu. Bir də uşaqlar, bu dövrün tarixçisi düşə bilər. Tarixçi deyəndə əsas yadınıza saxlayın, Əbdülrəzaq Dümbuli. Dümbuli tarixçi, belə yadda saxlayın. Əbdülrəzaq Dümbulinin də Müəssir Sultaniyə əsəri olubdu ki, bu xanlıqlar dövründən bəhs eləyibdi. Əbdülrəzaq Dümbuli tarixçi olubdu. Sonra gəlsək bir də nədən? Desəm ki, elə neçənci ildə Gürcü qubeniyası yaranmışdı? 1801-ci ildə. Ay, yaşa. Və neçənci ildə Qanı Xalazan döyüşü oldu? Qanıq Alazan döyüşləri bir dəqiqə 1803-cü ildə idi. Bəli, 1803-cü ildə. Yaxşı, onda desəm ki, buradan kimlə davam eləsək, Emin, neçənci ildə Zaqatala döyüşü oldu? Zaqatala döyüşü O da 1804-cü ildə olmuşdu. Demək, Zaqatala nə vaxt oldu? 1804. 1804-cü ildə. Emin, əsas vergi növü nə adlanırdı xanlıqlar dövründə? Xanlıqlar dövründə vergi növü Oxumayıbsan o hissəni. oxumuşam müəllimə. Xanlıqlar dövründə əsas vergi növü görəsən nə adlanar? Mal Malcəhət, cəhət. Demək, əsas vergi növü nə idi? malcəhət, Mal cəhət idi. Və otlaqlardan istifadə əvəzinə verilən vergi nə idi? çöpbaşı, Tök başı, ay yaşa. Neçənci ildə Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş elədi? Yəni, burada Xatın arxı döyüşü oldu. 1757. Əla. Qarabağ tuta bildi, tuta bilmədi. Tuta bilmədi də. Aha, və neçənci ildə deməli Urmiyalı Fətəli xan Qarabağa yürüş elədi və nəticəsi? Urmiyalı Fətəli xan neçənci ildə Qarabağa yürüş elədi? Onu bilmirəm müəllimə.
Yaxşı. De görüm Aynura, neçənci ildə idi? 1759'da Bəli, idi. Şuşanı Aha. mühasirədə saxlayırdı 6 ay. O da sonra girov kimi oğlu İbrahim Xəlili verib də geri qaytardı da. Ay, yaşa. Deməli tuta bildi Qarabağı. Elə 59-dan 63-ə qədər Qarabağ Urmiyada nasıl halal düşübdü. Deməli Urmiya Fətəli xan neçəncidə Qarabağı tutdu Emin? 57, 63. 59. 59-dan 63-ə qədər. 63-də nə oldu ki, çıxdı Qarabağ onun tərkibindən? 63-dən oldu Şiraz qonaqlığı da. Ay, yaşa. Yəni burada görürük ki, Qarabağlı Pənahəlini öldürürlər. Şiraz qonaqlığından əvvəl ümumiyyətlə 63-cü ildə Urmiya Fətəli xan ölür. Onun üzərində qələbəni qeyd etmək üçün Şiraza aparır. Qarabağ Pənahəli xan da hakimiyyəti bundan başa çatır. Və neçənci ildə İbrahim Xəlil gəlir hakimiyyətə? İbrahim Xəlil xan elə 63-də də. Elə 63-cü ildə, doğrudur. Neçənci ildə bəs İbrahim Xəlil xan öldürülür? İbrahim Xəlil xan 86 idi yoxsa? Yox. 89-da Qubalı Fətəli xan ölübdür. Neçənci ildə uşaqlar İbrahim Xəlil xan öldürülübdür? 83'dür. Yox. Lalədə görün. 1806-da müəllim. 1806-cı ildə, 1806-da hansı ki o deyirik ki, əslində imperator zəmanəti verilmişdi 1800 bu Kürəkçay müqaviləsindən 1805-ci ildən imperator zəmanəti verilmişdi. Amma sonra gördük ki, bir il sonra İbrahim Xəlili öldürürlər. Elə bununla da orada Şəki xan deyir ki, bəs siz neyiniz? Şəki xan da üsyan qaldırır 1806-cı ildə. Şəkidə də üsyan nəticəsində gətirib burada nə yaradırlar? Nə yaradırdılar Lalə? Müvəqqəti idarə. Müvəqqəti idarə. Demək Şəkidə nə yaradıldı Emin 1806-cı ildə? Müvəqqəti idarə. Emin, Carbalakanın desəm ali orqanı nə adlanırdı? Carbalakanın ali orqanı bilmirəm. De görüm Zeynəb. Xalq yığıncağı. Xalq yığıncağı. Deməli, Carbalakanın ali orqanı nə adlanırdı? Xalq yığıncağı. Xalq yığıncağı. De görüm neçənci ildə Emin deməli gördük ki, Gergövski müqaviləsi imzalandı. Gergevski 1802. Ay, yaşa. Gergövski ilə hansı xanlıqlar Rusiyanın himayəsini qəbul elədi? 1802-ci ildə hansı xanlıqlar idi? Hansıydı xanım? Qarabağ Lənkəran. Quba Lənkəran. Quba Lənkəran. Demək hansı xanlıqlar oldu Emin? Quba Lənkəran. Quba Lənkəran. Yaxşı, de görüm onda bir də neçənci ildə Qubalı Fətəli xan öldü? Qubalı Fətəli xan öldü. Və onun tutduğu torpaqlar çıxdı əlindən. 59, 85. 89-cu ildə. Onda desəm ki, Qubalı Fətəli xan nə zaman Dərbənd tutdu? Dərbəndi. Dərbənd. Elə ilk dəfə 59 Dərbəndlə başladı da. Ay, yaşa, doğrudur. Və neçənci ildə Lənkəranla Şəkini tutdu? 85. Aha, onda desəm ki, ay Firuzə, hansı xanlıqlarda iki hakimiyyət olubdu? Firuzə, iki hakimiyyətli xanlıqlar hansılar olubdu? Yeganə xanım, siz deyin ki, hakimiyyətli xanlıqlar hansılar olmuşdu? Şamaxı, Gəncə. Şamaxı, Gəncə. Neçəncə Gəncədə son qoyuldu? Gəncədə xatırlamıram, amma 1763-də Şamaxıda son qoyuldu. Aha, xatirə Gəncədə nə vaxt son qoyulmuşdu? 83'də. 83. Demək nə zaman son qoyuldu Gəncədə? 1763. 1783-də. 80-83-də mövzu oldu. 80-83. Bəs desəm ki, bu dövrdə sultanlıqlar hansılardı Yeganə xanım? Müəllimə, Vığlar idi də, Vərəş idi, sultanlıqlar. Siz Vərəndən demək istəyirsiniz, onlar məlikliklərdir. Mən deyirəm ki, sultanlıqlar hansıydı? Sultanlıqlar. Aha, sultanlıqlar. Borçalı idi. Şəmsəddin də deyə bilərik.
İlisunu deyirik, Borçalını deyirik. Bir də buradan yadınıza saxlayın ki, bax o Şəmsəddinə nə deyirik? Şəmsəddinə deyirik ki, Səfəvilər dövründə Qarabağ bəylərbəyliyindən asılı haldaydı. Amma sırf olaraq İlisu, Borçalı deyirik ki, Səfəvilər dövründə yaranıbdı. Demək İlisu ilə Borçalı, İlisu 16-cı əsrdə yaranıbdı. İlisu demək neçənci əsrdə yaranıbdı? 16-cı əsrdə. Ay, sağ olun. Bir də Ərəş sultanlığını deyirik burada ki, Səfəvilər dövründə yaranıbdı. Demək İlisu, Borçalı, Ərəş. Su, bir də Ərəş Səfəvilər dövründə yaranmış sultanlığı idi. Həmin bu Ərəş sultanlığı 1795-də ləğv olunub. Hara daxil olmuşdu? Qarabağa. Şəki xanlığına daxil olmuşdu. Demək hara daxil olmuşdu? Şəkiyə. Şəkiyə 1795-də Şəkiyə daxil olmuşdu. Və məlikliklər harda separatçılıq fəaliyyətinə məşğul idilər? Qarabağda. Qarabağda, doğru. Bəs onda məlikləri tabe eləyən kimlər olmuşdu? Bir də Qarabağ xanlığı. Qarabağ xanlığında kim tabe eləmişdi məliklikləri? İbrahim Xəlil. Və Bir də ondan sonra gələn oğluydu da. ondan əvvəl olan Pənahəli. Pənahəli və İbrahim Xəlil. Bəli. Desəm ki, hansı məlikliyi idi ki, yalnız onun əhalisi yerli xristian idi? Məliklərin hamısı xristian olubdu. Amma bir dənə yerli xristian olan hansı məlikliyi olubdu? Onunla da Ballıqaya döyüş oldu və Pənahəli xan onu tabe elədi. Cərəndə idi də. Xatın məlikliyi idi. Xatın məlikliyi. Bəs yaxşı, onda desəm ki, Xatın məlikliyi ərazisində yerləşən Alban katolikosluğu nə zaman ləğv olunubdu? Nuray? 1836-da rəhtarla eyni ildə. Bir də Qafqazda müsəlman cəmiyyəti idi, nəsə bir şey vardı. Bəli, doğrudur. Ay, tamam. Bir dəqiqə. Bir də desəm ki, elə neçənci ildə Gəncə xanlığı ləğv olundu, Yeganə müəllimə? Ruslar tərəfindən Aha. 1810-cu ildə. 1804-cü ildə. Demək Gəncə xanlığı nə vaxt ləğv olundu? 1804-cü ildə. Ağa Məhəmməd xan Qacar nə zaman yürüş elədi Azərbaycan torpaqlarına? Xan olaraq 1795-ci ildə. Aha, 1795-də yürüş eləyəndə Qacarın özünün başçılıq elədiyi dəstə hara yürüş eləyirdi? Özünün o Dağıstana gedir, çıxır da. Qarabağ və Gürcüstana gedir. Əsas məqsəd Qarabağdır, Qarabağ və Gürcüstana. Bəs onda qardaşı Əliqulunun başçılıq elədiyi dəstə hara yürüş eləyirdi? Əliqulunun İrəvandan İrəvana, doğrudur. Birinci dəstədə Muğan və Şirvandan keçib Dağıstana gedən birinci dəstə idi. Onda desəm ki, elə Qacarın yürüşü zamanı birinci yürüş eləməmişdən qabaq diplomatik yola atır və 3-cü Sam Mirzə nətər ki fərman göndərmişdi. Qacar da birinci fərmanlar göndərir ki, tabe olsun. Bu zaman fərmanı xanlar rədd edir yoxsa qəbul edir? Yox, bəziləri qəbul edir, amma bəziləri rədd edir. Bax, bu rədd eləsələr də müqavimət üçün vahid cəbhə yaradırlarmı? Xeyr. Demək, vahid cəbhə yoxdur. Bəs yaxşı, yalnız hansı xanlıqlar bu çağırışa müsbət cavab vermişdi? Müsbət cavab verənlər Lənkəran dəqiq bilirəm ki, müsbət cavab vermədi. Müqavimətlə aldı. Bunu belə yadda saxlaya bilərsiniz. Nətər yadda saxlayın. Qoy bir dənə uşaqlardan biri desin, sonra sizə onun yolunu deyəcəm. Nuray, deyə görüm hansı xanlıqlar müsbət cavab verdi? Naxçıvan, İrəvan, Şamaxı. Yox. Bir də Bakı deyildi. Yox. Onu deməyib, səhv saldın. Sevgi deyə görüm. Dirək dediyimiz müəllimə. Yox, o da deyil. Gəncə nə şəkli idi? Gəncə Şəki, bir də indi dərslikdə Quba da var. Gəncə nə Şəki, Quba. Bunu Gəncəni nətər yadda saxlayın. Baxın, Gəncənin yaradıcıları Ziyadoğlulardır. Ziyadoğlu Qacar nəslidir. Demək, öz qohumları birinci müsbət cavab veribdir. Ziyadoğlu Qacar nəsli, öz qohumları birinci müsbət cavab verdi. Eyni zamanda Gəncədən də sağda, yuxarıda Şəki var. Şəkidən də sağda Quba var. Deməli, Gəncə, Şəki, Quba. Bunlar müsbət cavab verdi. Hətta Gəncə xanı Cavad xan Qacarla bərabər Gürcüstana yürüşdə də iştirak edibdir. Yəni, buna yadda saxlayın. Amma
burada İbrahim Xəlil xan, yəni Qarabağ xanı İbrahim Xəlil xan, axı bu biraz rus meyillidir. İbrahim Xəlil xan və Lənkəran xan da deyilsə ki, onu bilirəm ki, o müqavimət göstərib. Lənkəran xanı Mir Mustafa xan onlara qarşı müqavimət göstərməyə qərarlaşdırıblar. Elə sonradan da onların bu ittifaqına, yəni İbrahim Xəlil xan, Mir Mustafanın ittifaqına kim qoşulurdu Qacara qarşı? Bu razılıq ittifaqına Qarşı durmaq ittifaqına ki, Qacara qarşı çıxaq. Gürcüstan da Gürcü Bəli, ikinci Kartli Irakli. Kaxetçi, 2-ci İrakli, bir də İrəvan xanı. Deməli, İrəvan, Qarabağ, eyni zamanda Kartli Kaxetçi və Lənkəran Qacara qarşı durdular. Bəzi xanlıqlar da hərbi kömək üçün Rusiya müraciət eləmişdi. Onda desəm ki, elə Lənkərana yürüş zamanı Mir Mustafa xan necə bir belə deyək, performans göstərdi, türklər demiş. Müəllimə, nəsə səsin zəif gəlir. Bilmirəm, məndə zəif gəlir yoxsa. Uşaqlar, sizdə də zəifdir? Xeyr. Yəqin sizdə Müəllim, məndədir növbə. Bir dəqiqə çıxım, yenidən girimmi? Bəlkə səs ondandır. İndi buna cavab verin, müəllimə, keçirəm Mustafa. Buna da cavab verin. Deməli, deyirəm ki, Lənkərana yürüş zamanı Mir Mustafa xan necə bir mövqe tutdu? Mir Mustafa qəti surətdə etirazını elədi də, müqavimət göstərdi. Müqavimət göstərmək istəyirdi. Amma görür ki, müqavimət göstərə bilməyəcək. Ona görə əhalini hara köçürürdü? Sarı adasına köçürürdü. Elə Qacar Naxçıvana, Əliqulu xan Qacar Naxçıvana yürüş edən zaman burada da sərt müqavimətə rast gəlir. Ona görə Naxçıvanı tuta bilirmi? Xeyr. Gedir haranı tutur bəs? İrəvan rahat idi deyə, müdafiəsiz də, Bəs zəif birinci idi yürüş deyə zamanı Şuşanı tuta bilirlərmi? Xeyr, 33 gün qalır Şuşa mühasirədə, tuta bilmirlər. Və Tiflis nə zaman tutulubdu? Tiflis 1797-də. Xeyr. Tiflis ilk yürüşlə tutulmuşdu. Yəni xan olan yürüşlə tutulmuşdu. Onda nə vaxtı? 1795-də. 1795-də, doğrudur. 1795. Yaxşı, gəlsək onda desəm ki, Firuzə burdasan? Bəli. Neçənci ildə Ağamət xan Qacar şah elan olundu? 91-də. 1796-cı ildə. Deməli, Ağamət xan Qacar nə zaman şah elan olundu? 96-da. De görüm, ay Firuzə, neçənci ildə onda Bayat savaşı oldu? 43-də. 1748-də. Bayat savaşı nə vaxt oldu? 1744. Bəs neçənci ildə deməli Qızılqaya xəyanəti baş verdi? Qızılqaya xəyanəti 1794. 1752-ci ildə Qızılqaya xəyanəti nə zaman baş verdi? 1752. 1752-ci ildə. Və neçənci ildə Şiraz qonaqlığı baş verdi? 1750. Şiraz qonaqlığı 1763-cü ildə. Qubalı Fətəli xanın özləri birləşdirdiyi xanlıqlar hansılar idi və neçənci ildə? Özünə birləşdirdiyi. Hansılar? Qubaydı. Qubalı Fətəli xan Qubanı niyə birləşdirsin Firuzə? Özü Qubadandır. Xatirə say görün. 1759-da Dərbəndi, 1767-də Nigar diplomatiyasına Bakı, 1768-də Şamaxını, 1785-ci ildə Lənkəranla o birisi də var idi. Şəkini, Lənkərandan Şəkini. Yaşa. Təkrara görün Firuzə. 1759 Şəkini. Dərbənd 1767 67 Bakı nikah diplomatiyasından 1768 Şamaxı təkrara Firuzə 1767 Şamaxı 68 Şamaxı 1785
Gəncə. Lənkəran və Şəkini birləşdirib. Lənkəran və Şəkini birləşdiribdir. Yaxşı. Deməli uşaqlar, bir dənə açacağam xəritəni. Səsiniz gəlmir. Aha, deyirəm 16 hansı xanlıqdır? Yox, T ilə başlayırdılar. Aha, Təbriz. Təbriz. Bəs 17? Bilmirəm onu. Aha, ekran görünürmü? Bəli, Göndərdiyim xanlıqların xəritəsinə baxmayıbsan? baxmışam. Yaxşı onda. Bax, ay Bilqeyis. 16-nı görsən, Urmiya gölünün təpəsidir. Düzdür? Urmiya gölünün Bəli. təpəsidirsə, deməli bura haradır? T. Təbriz. Təbriz. Urmiya gölünün aşağısı 17, Urmiya gölünün aşağısı. Demək bura haradır? Marağa, Dara. Marağa. Demək 16 haradır? Təbriz. 17 haradır? Marağa. Marağa. Bax, Urmiyanın ürəyi, döyünən ürəyi Urmiyanın özüdür. Deməli sol tərəfdə olan hansıdır? 15. Urmiyad. Urmiya. Fətəli xan Əfşar hansı xanlığın əsasını qoyubdu? Urmiyan. Əhməd xan Bayat hansı xanlığın əsasını qoymuşdu? Əhməd yox. Sarabları isə. Hansıydı uşaqlar? Mənim Xoy- Mako xanım. Mülkü deyildi. Xeyr, xoy deyil idi. Əhməd xan Bayat Maku idi, bəli. Makuda 13-dür. Keçmiş Çuxursat bəylərbeyi ərazisində 13-də Makuda. Xoyda da var idi. Və 14 xoydu. Əhməd xoyda da olub, doğrudur. Əhmədin dövründə xoy xanlığı güclənibdir. Elə deyirik Urmiyadan sonra ən güclü xanlığa çevrilmişdi xoy xanlığı. Deməli Urmiyadan sonra cənubda ən güclü xanlıq hansı olubdu? Əhmədin dövründə xoy. Xoy neçədir onda Bilqeyis? 14. 14. Bəs burada hansı xanlıq idi ki, bu xanlıq 1784-cü ildə Qubalı Fətəli xanın yürüşünə məruz qaldı. Oranı işğal eləndi, amma sonra Rusiya, Gürcüstan etiraz elədi, çıxdı oradan. 784. Aha, Qubalı Fətəli xan yürüş elədi Cənub xanlığına, amma sonra Rusiya və Gürcüstan etirazına görə çıxdı oradan. 5 ola bilər. 5 ola bilərmi qoy görək? 5 ola bilərmi qoy görək? 5 Şimal xanlığıdır. Cənub xanlığından danışırıq da. Ərdəbil. Ərdəbil neçədir? 11. 11. Demək Bilqeyis söhbət nədən gedir? Ərdəbildə. Ərdəbil neçədir? 11. 11 ay. Demək Meşin aradı müəllimə. Meşkində elə onun şəhərdir, onun yanı olubdu. Oranı ayrıca göstərmir. Yəni Ərdəbil Meşkin deyəndə elə Ərdəbil ərazisini 11-i göstərir. Çünki ayrıca xanlıq olmayıb Meşkində, şəhərdir. Bəs onda desəm ki, Qarabağ haradır? Qaradağ haradır Bilqeyis? Qarabağ. Mhm. Qarabağ Qarabağ mərkəzdir. Demək onda haradır? 3. 3. Qarabağın altı Qaradağdır. Onda Qaradağ haradır? 12. 12. Bax, Göyçə gölünün altında İrəvan var. Deməli, İrəvan neçədir? 1. Bəs İrəvanın böyüyü də Naxçıvandır. Onda Naxçıvan neçədir? O Naxçıvan 2. 2. Gəncə Göyçənin sağındadır. Onda demək Gəncə neçədir? 4. Aha, elə 2 hakimiyyətli xanlıqlar desə haranı götürəsən? 5-lə 4-ü. Ay, yaşa, yox. Yox, biri 4 Gəncədir. Aha, biri də Şamaxı Şamaxı neçədir? 6. 6. Demək 4 6 götürəsən. 5 haradır? Şəkidir. Şəkidir, doğrudur. Elə ilk yaranmış xanlıq desə hansını götürəsən? Şəki. Yəni neçə? 47. Yəni neçə rəqəmlə? 1747. 43-də yaranıb ilk dəfə. İlk dəfə 43, sonra yenidən 47. Bəs desəm ki, rəqəmlə Şəki xanlığı neçədir burada? Neçə ilə göstərilibdir? 5, bəli. Bəs Qubalı Fətəli xan 1759-da özünə birləşdirdiyi xanlıq desə, Dərbənd. elə Zubov hardan yürüş eləmişdi? Dərbənd deyil. Dərbənddən. Dərbəndi tutdu. Sonra haraları tutdu?
Kimi deyirsiniz? 67 Zubov 1796-da yürüş edəndə. Dərbəndin ardınca. bilmirəm. Zeynəbin hansıları idi? Dərbənd, Quba, Bakı, Gəncə. Aha, rəqəmlə də göstər Zeynəb. Dərbənd 8-dir, Quba 7-dir, Bakı 9-dur, Gəncə də 4-dür. Aha, təkrarla onda bu qeys. Xanlığı deməli mən özüm deyəcəm abi hardadır. Ərazilərlə Dərbənd, ardıcıl gəlibdir. Quba, Bakı, Gəncə. Deməli 8 Dərbətdir, 7 Qubadır. Quba Gəncəni də dediniz Bakı, elə. Gəncə. 9 bir də 4. 9-4. Demək təkrarda hansı ərazilər oldu? Dərbənd, Quba, Bakı, Gəncə. Ay, sağ ol. Bəs yaxşı, onda bir də desəm ki, Ağa Məhəmməd Xan Qacar birinci yürüşdə tutanmadı, ikinci yürüşdə tutdu. Söhbət hardan gedir? 9 Bakı deyirsiniz. Yox, Ağa Məhəmməd Xan Qacar tutanmadı, şah kimi gələndə tutdu. Söhbət hardan gedir? Ağa Məhəmməd ən əsas haranı tutmaq istəyirdi? Ədəbiyyatdan da oxuyursunuz. Şəki oldular. Niyə şək olsun ki? Vaqif hardaydı? Harda eşik ağası idi Vaqif ədəbiyyatda oxuyurdunuz? Qarabağda müəllimə, Qarabağda. Bəli, Qarabağda. Deməli, Qarabağ Qacarın əsas tutmaq istədiyi yer, tutub da yandırıb da yan tərlanların yaşıl yuvası, ruhuma zövq verir ölüm havası dediyi yer haraydı? Qarab. Qarabağ. Qarabağ neçədir rəqəmlə? 3. 3. Onda xanım desin. Lənkəran neçədir? 18. Lənkəran. Xanım, Lənkəran. Lənkəran Şimal xanlığıdır. Azərbaycan Şimal xanlığıdır. Sadəcə olaraq Azərbaycanın, indiki Azərbaycanın cənubunda yerləşir. 10 deyil. 10-dur. Bəli, demək Lənkəran haradır? 10. 10. Bəs Ərdəbil haradır? 11. 11. Bəs 18 haradır? Hara? Ərdəbil. Zəncan, Ərdəbili dedin. 18. 18 doğrudur. Bəs desəm ki, onda neçəncidə Zubov Azərbaycana yürüş elədi? 1796. 1796. Bəs onda desəm ki, neçənci ildə deməli Ağa Məhəmməd Xan Qacar şah elan olundu? 1795. 1796-cı ildə. Göy məscid xanlıqlardan hansında olubdu? Xəritədə göstər. Təbrizdə. Göy məscid harda olubdu xanlıqlardan? Bilmirəm. Bax, 15. Təbrizdə Göy məscid 15-ci əsr memarlıq abidəsidir. Mən xanlıqlar dövrünün 18-ci əsrdən danışıramsa, sən haranı göstərməlisən? Urmiyanı 15-i. Xeyr, hardaydı uşaqlar Göy məscid? İrəvanda 1. Bəli, İrəvanda. İrəvanda neçədir? 1. 1. 1764-cü ildə İrəvanda. Özdə Hüseynəli xan dövründə inşa olunmuşdu. Hətta ermənilər də buranı tamamilə yandırmışlar. İrəvanda Göy məscid 1764-cü ildə. İrəvanda eyni zamanda güzgülü salon olubdu 1791-ci ildə. Güzgülü salon həm də İrəvanda güzgülü salon olubdu. Bu da 91-ci ilə aiddir. Bəs desəm ki, onda UNESCO-nun Ümumdünya İrs siyahısına daxil olunmuş abidə harda olubdu? Şəkidə Şəki sarayı. Bəli, Şəki xan sarayı rəqəmlə göstər xanım. 5. 5, bəli. Desəm ki, onda deməli, buradan rəqəmlə göstər nəyi? 1803-cü ildə Rusiya tərəfindən tutulmuş ərazi. Zarbalakan. Zarbalakan neçədir rəqəmlə? O İlisudur. 22. 22. onda. 1804-də tutulurdu. Neçə? 1804-də. Yox, 1803-də birinci dəfə tutulur Nuray. Döhdəlik bağlanılır. Sonra üsyan qalxır deyə. Təzədən Qanlıq Alazan döyüşü olurdu Ay, da. 1803-də qanlıq alazan olur. Yandırırlar. Zarda Sonra gəlir o, sonra təzədən Zaqatala döyüş olur. Ha, 1804 elə bir olur. Adlı bəlikdən sonra elə. Bir də bir kitab edirlər. Ay, sağ ol, 1804. Onda da o Zaqatala döyüşündə də deyiləcək həmişə kim öldürülürdü? Bilmirəm.
Qulyakov öldürülürdü orada da. Yəni Zaqatala döyüşü olub, bunlar qalib gəlmişdilər. Amma Qulyakov da öldürürlər. Sonradan ruslar gəlir, yenidən tabe eləyirdi. Burada da gələn uşaqlar Sisyanovdur ha. Yəni bunlara da diqqət edin adlara. Sisyanov. Demək adlı öhdəlik harda imzalanıb? Adlı öhdəlik özü Tiflisdə imzalanıb. Yəni hansı bölgə ilə imzalanıb adlı öhdəlik? Zarbalaçanla. Zarbalaçanla, bəli. Yaxşı, onda desəm ki, elə bir də Quruqovu döyüşü harda baş veribdi? İrəvanda. Quruqovu döyüşü xanım. Rus Qacarı oxumayıbsan, Rusiyanın işğalını oxumayıbsan Oxumuşam. və Quruqovu döyüşü harda baş vermişdi? Quruqovu döyüş baş verir. Bundan sonra Cavad görür ki, yox. 1804. 1804-də Gəncə ləğv olunub, 1803-cü ildə olmuşdu Quruqovu döyüşü. Bəs de görüm onda Gəncə deməli buradan deyən. Gəlsəm nəyə? Gəlsəm birdən. Neçənci də Qəmərli döyüş olmuşdu? 1804-də. 1804-də. Bəs neçənci də Üç kilsə döyüş oldu? O da 1804-də. Kim qalib gəlmişdi bu döyüşlərdə? Qacar. Yəni, bəli, Qacarlar qalib gəlmişdi. Ruslar məğlub olmuşdu. Yaxşı, onda bir də desəm ki, buradan deməli gələk sınağa baxaq.